Herkese salam YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün evdəyəm. Həftənin 5-ci günüdür, amma mən hal-hazırda evdəyəm. İşə getmədiyim bir gündür, tədbirlə bağlı olaraq. Səhər oyandım qızlar, yoldaşımı işə yola saldım. Uğuru da onunla bir yerdə məktəbə yola saldım. Daha sonra Mehrin kursa getdi. Düzdür, imtahanımızı vermişik, amma ki kursa hələ ki davam eləyir. Yəni bu ay sonuna qədər, may ayının sonuna qədər gedəcək. Bilirsiniz ki, mayın axırda, son həftəsi də bayrama düşür. Yəni bayrama qədər gedəcək kursa. Onu da kursa yola saldım. Biraz gəldim, oturdum. Daha doğrusu uzandım, kitab oxudum. Mənə də yuxa tutdu. Biraz yatdım və oyandım. Açdım pəncərəni, dedim otağın havası dəyişsin. Yerlərimizi yığdım. Artıq yorğanları götürmüşəm qızlar. Bilmirəm siz götürmüsünüz yoxsa yox. Artıq isti idi. Düşündüm ki, yorğanları götürmək vaxtıdır. Mən ümumiyyətlə yay ərzində döşəkdə istifadə etmirəm. Düzdür, onsuz da yəni mən bu ikili çarpayıya dəvə yunundan olan döşək istifadə eləyirdim. Nazik bir döşək istifadə eləyirdim. Yəni qalınlığı belə olar da, təxmini belə olar. Onu da götürmüşəm. Yəni birbaşa matrasdır və yorğanları da götürmüşəm. Yorğan mən özüm məsəl üçün bütün qışı dəvə yunu yorğanında yatdım. Çox da yaxşı isti saxlayır adamı. Yəni mən istifadə etməmişdim indiyənə qədər, amma bu il istifadə elədim. Düşünürəm ki, elə həmişə də onu istifadə eləyəcəm. Onları götürmüşəm. Mən bilirsiniz ki, yaydan xoşum gəlmir, amma bir dənə bu məsələdən xoşum gəlir ki, artıq döşəklər, yorğanlar götürülür. İş elə bil azalır da. Bəzən olurdu ki, qızlar, işə gedəndə yerimi yığa bilmirdim. Vaxtım çatmırdı, o döşəyi düzəlt falan filan. Yəni vaxtım çatmırdı uşaqların otağında, özümküdə. Bəzən elə yığmadan məcbur o formada işə gedirdim. Amma indi rahatdır. Yəni yüngülvari üstümüzə sərdiklərimizi qatlayıb qoyuram və üstündən də əsas ədyalı çəkirəm və salam, qurtardı getdi. Yəni artıq işə gedəndə yerimi rahatlıqla yığa bilirəm. Əvvəl də yığırdım. Sadəcə olaraq bəzən olurdu ki, çatdıra bilmirdim. Biraz gec tez durmaq məsələsi var idi. Onda yəni yerim elə qalırdı. İndi yeri yığdım. Buralarda ümumiyyətlə səliqədədir, elə bir şeylər yoxdur. Bugün bilmirəm, evləri yığışdıracağam ya yox. Əslində yığışdırılma vaxtıdır. Sadəcə olaraq hələ ki keyfimə baxacağam qızlar. Keyfimi nətər olsa da, yəni həvəsim olsa süpürmək, silmək işini də eləyəcəm. Olmasa elə saxlayacağam sabaha, həftə sonuna. Keçdim uşaqların otağına. Artıq Mehrin gəlib kursdan, aşağıdadır. Mən də yerlərini yığım, düşəcəm aşağı. İlk öncə pəncərələrini açım. Ondan da otağı havalansın. Qızlar, bizdə Uğurla Mehrin otağı yay boyu çox isti olur. Yəni əslində bura ayrıca kondisioner olsa daha yaxşı olar. Burada kondisioner üçün yer də var, amma yəni uşaqdır da, yəni nə qədər balaca kvadraturaya uyğun da alsaq, birbaşa kondisionerin altında yatmaq biraz çətin məsələdir. Yata bilməzlər. Ona görə keçən il məsəl üçün biz ventilyator almışdıq uşaqlara. Yəni yay belə deyim də ventilyatorla yola verdilər. Burada bu pəncərə çox günəş alır. Bu tərəfdən bu otaq çox günəş alır. Yəni bu hissədə olan üzü darvazaya baxan pəncərələrimiz çox yəni günəş alır. Həm də ki günün müəyyən saatına qədər bu hissədən də vurur. Sonra da keçir bu hissədən vurur. Ona görə də bu otaq çox isti olur. Yəni başqa bir məsələ də odur ki, bu pəncərə çox təəssüf ki açılmır. Yəni o vaxtı evdə heç sevmədiyim bir şeydir də. Yəni o vaxtı yəni hansı düşüncə ilə bu formada yəni pəncərə eləyiblər bilmirəm. Yumrudur, forması görürsüz, amma açılmır. Məsəl üçün çöldən heç vaxt bunu təmizləmək olmur. Yəni təmizləmək lazım olanda da yoldaşım çıxır təmizləyir. İçəridən silirəm, o heç. Yəni açılmadığı üçün, əgər açılsa, məsəl üçün orada açılsa, bura açılır. Orada açılsa heç olmaya hava oynayar, o şəkildə yəni sərinlik olar da. Şüşədən isti içərini vurur, amma yəni hava olmur. İndi bu yayı bilmirəm nətər yola biləcəyik. Hələ ki havalar sərin keçir. İyun ayı da biraz belə bu havalara uyğun, yəni nisbətən sərin keçsə yaxşı olar. Sonra da baxarıq da, görək nətər olacaq. Amma ayrıca kondisioner almaq fikri yaxşıdır. Sadəcə olaraq uşaqlara görə elə də çox belə istəmirəm. Uşaqların da yorğanlarını götürmüşəm qızlar. Son vaxtlar gördüm ki, tərləyirlər. Artıq pəncərələri açıq qoyurdum, amma sonra dedim ki, artıq götürüm. Ondan da yorğanlarını götürmüşəm. Mehri də gəldi, əynini soyunub qoyub bura. Nə qədər desəm də səliqəli qoyun falan eləyin. Yenə də baxırsan ki, uşaqdır da. Səliqəli qoymayıbdır. Buraları da yığım, sonra düşüm aşağı. Qızlar, mən hələ uşaqların otağını istədiyim kimi düzəltməmişəm. Yəni onlara çarşaflar falan almaq istəyirdim. Uğurum var, 1-2 dəsti. Amma Mehrin dəsti yoxdur. Düşünürəm ki, bir dəfə yolumu zədərəkdən salım, həm bu otağın pərdə işini həll eləyim. Həm də ki, pərdədən də əlavə oradan deyirəm, parçalar alım. Çarpaylara uyğun, yastıqlarına uyğun belə çarşaf dəstləri tikdirim. Orada deyirlər ki, yer var, sıralar var, məxsusi parçalar olur orada. Hər cürə parça tapmaq olur, həmçinin də çarşaf parçaları. İstəyirəm ora gedim bir dəfə
Oradan alım. Bir də buralara tül istəyirəm. Ancaq tül. Yəni fon pərdə almayacağam. Fon artıq sevmirəm. Heç yəni otaqda da, koridorda da olanları çıxartmışam. İstəmirəm. Ancaq tül istəyirəm. Heç bura lüstrünü də almadıq. Elə alaq deyə qaldıq. Həqiqətən söz var, deyir 50-dən qalan 50 il qalar. O məsələ. Sonra uşaqlara dedim ki, Temudan Mehrinə istəyirdim belə papatya formasında, papatyalı, yəni çiçəkli də aksesuarlar falan sifariş verim. Onu da etmədim. Uğura da fikirləşirdim ki, futbol temasına uyğun aksesuarlar falan sifariş verim. Onu da etmədim. Hələ ki saxlamışam, hələ heç nə etməmişəm. Əsas düşünürəm ki, pərdə ilə lüstrü həll edəndən sonra bir də bəlkə fikirləşirəm ki, bura belə ayaq altlarıdır da, hər ikisində ayaq altısı sayılır. Ayaq altıya bir də nə deyirəm, bəlkə şey alaram. Xalça alaram, yüngülvari bir xalça alaram. Keçdim yuxarı dəhlizə, qızlar burada hər şey qaydasındadır, normal yerindədir. Dünən axşam paltarlar yummuşdum, onları da sərmişəm, rəngliləri yummuşdum. İndi düşüb aşağıda qaraları vuracam maşına. Elə axşam sərdim, vannada qalıb orada, heç düşürtməmişəm aşağı. Yəni ev ümumi belə səliqədədir, səhmandadır. Əgər işlətsəm, bəlkə bugün bunu işlədərəm. Ortalığı falan təmizləyər. Həm də ki silər. Keçən həftə məsəl üçün toz-soranlama işini o elədi, toz-soranladı. Amma silmə işini mən özüm etdim. Yəni yerləri özüm sildim pol əskisi ilə. Bəzən olur ki, əksini eləyirəm. Məsəl üçün mən toz-soranlayıram, sonra onu ötürürəm, gəlir silir də, yəni ortalığı silir. Bəzən olur ki, heç işlətmirəm. Ev çox dağınıq olanda, çox belə baxıram ki, tozlu torpaqlıdır, heç işlətmirəm. Yəni hər ikisini də özüm eləyirəm. Bugün hələ bilmirəm. Biraz dincəlim eləyim. Yəni bugün evdəyəm, biraz istəyirəm açıqcası, özümə vaxt ayırım. Böyük ehtimal ki, yəni süpürmə silmə işlərini bugünə etməyəcəm, sabaha qalar inşallah. Gəldim aşağı, qızlar qara paltarları vurdum. Mən paraşoku birbaşa bu barabanın içinə tökürəm. Artıq yəni bu hissəyə tökmürük. Yəni bu hissəni belə deyim də mümkün olduğu qədər təmiz saxlayırıq. Bura ancaq maye, yəni ətirləndirici falan belə şeyləri vururuq. Vururuq dedim, yəni tökürük. Bu arada qızlar biz hamam üçün belə dolab düzəltdirmişik. Bu dolaba belə təmizlik şeyləri falan yığmışıq, yuxarıya belə salfetkalardır. Sonra aşağıda yəni istifadə etdiyimiz, məsəl üçün zibil kağız sitkaları falan belə şeylərdir. Bunları yığmışıq. İndi bu bir tərəfi göstərim, o tərəfdə də mebel düzəltdirmişik. Paraşoku da belə düyü qablarına yığmışıq, belə saxlayıram qızlar. Burada da belə bir dolabdır. Bu dolab, bu hissəsi 2 qapılıdır. İçərisinə kirli səbətini qoymuşuq, daha sonra belə yekə təmizlik şeyləri qoymuşuq. Məsəl üçün o da hələ ki istifadə etmədiyimiz paraşoklardır. Burada da belə bir gözü var, polkalı. Bu hissədə isə güzgüdür, daha sonra belə çanaqlı falandır. Düzəltdirmişik. Burada təmizlik şeylərini qoyuruq. Burada belə. Bura biraz belə ensizdir, balacadır. Amma əlimizdən tutur da, yəni əvvəl yadınızdadırsa, burada adicə unvanik idi, heç güzgümüz belə yox idi. Burada da sadəcə olaraq bir stol kimi bir şey qoymuşduq. Kirli səbəti də ortadaydı. Amma indi yəni belə düzəltmişik. Burada da siyirmələri var, dəsmallar qoyuruq içinə. Buranı da bəzəmək fikrim var, amma hələ ki saxlamışam, gözləyirəm. Burada hündür belə şey eləmək olardı, dolab eləmək olardı, amma bura atapleniya gələcək deyə onu eləyə bilmədik. Belə, düzdür, fərqlidir, bu ağdır, bu biraz krem tonundadır və üstü naxışlıdır, yəni belə düz naxışlıdır. Yəni ki, düzdür, belə naxışları falan fərqlidir, qızlar. Bunlar elə bir ikisi bir dəstir. Bu da sanki bu paltaryan maşının üstündəkindən bir dəstir. Bu dolablar əslində bilsiz hansılardır. Bir il bundan öncə biz istədik bura dolablar yığdıraq, amma ölçünü səhv kəsib gətirmişlər, olmamışdı. Həmin dolabları kəsdilər, doğradılar, bu formada düzəltdilər. Çox yaxşıdır, yəni belə deyim də artıq hamam səliqəyə düşüb. İnşallah buranın dekor işlərini də həll eləyəcəm. Güzgü də məsəl üçün işıqlıdır, çox yəni rahatdır, yaxşıdır. Biraz çanağımız, yəni unvanik biraz belə narahatçılığı var, biraz belə dekorativ olaraq daha yaxşı görsənir, amma yenə də yəni idarə eləmək olar. O bir unvanik daha rahat idi. İçində nəsə yumağazı da, o daha rahat idi. Belə, indi bunları da, bu da qaralar üçün yumşaldıcıdır, qızlar ətirləndiricidir. 3 litrlik idi, inansız bəlkə bir 4 ayda istifadə edirik də, rahat-rahat istifadə edirik. Onu da bura töküm, maşını salım işə. Qarışıq paltarlar proqramına qoyacam, rejiminə qoyacam 60 dərəcə və sıxmanı çox istəmirəm, ona görə 400 dövrəyə qoyacam. 1 saat 40 dəqiqəyə yuyub qutaracam. Sizə güllərimi də göstərim. Bunu tələbələrim mənə verib, keçən həftədən veriblər. Çıxartmamışam, elə öz dekorunda da qalıbdı. İndi istəyirəm ki, gətirim bunu açım, daha böyük güldana qoyum. Biraz bu güllər də həm də biraz elə bilirəm ki, sıxılırlar. Belə qəşəng
çiçəklərlə bir yerdədir. Çox gözəldir, rəngi falan da çox qəşəngdir. Dünən yox, keçən həftə dərslərim qurtarmağı münasibəti ilə hədiyyə vermişdilər. Bir də qızlar ütü stolumu yox, daha doğrusu ütünü artıq burada eləyirəm, aşağıda eləyirəm. Zalda eləmək məcburiyyətindəyəm. Çünki o günlərin paltar ütülədiyim yerdə ütü stolum qırıldı, düşdü ayağıma. Yaxşı ki, hələ ütü də isti idi, yəni işlədirdim də. Ütü də isti idi. Yaxşı ki, ütü bir yerimə yəni gəlmədi, ayağıma falan gəlmədi, amma ütü stolu bütövlükdə belə iki ayağımın pəncəsi üzərinə düşdü. Deməli elə bir ki, nəmişlik kimi olub deyə, ya nə bilmirəm, paslanıb və qırılıb. Paslanmış vəziyyətdə elə bir ki, svarka yerlərindən qırılıb da. Yəni böyük ehtimal ki, yenisini almaq məcburiyyətində qalacağıq. Ona qədər də hələ ki, mən paltarları burada ütülüyürəm. Səhər də Uğurun məktəb köynəyi ütülənməli idi. Onu ütülədim, elə bu formada da saxladım. Çünki öz köynəyim var, bir də şalvarım var ütülənəsi. Çalışıram ki, paltarlar çıxdıqca bir dənə də olsa gətirim ütülüyüm. Yəni yuxarıda ütü stolu rahat olanda həqiqətən əlimdən yaxşı rahat tuturdu. Amma indi belə aşağıda qalmışıq. Ütünü falan hamısını düşürtmüşəm aşağı. Günortaya qızlar Mehrin kartuşka qızartması istədi. Belə özdə uzun istədi. Dedi ki, McDonald's olanlar kimi. Ona görə belə uzun doğrayıram. Biraz iri kartuşkalar götürmüşəm. Pişirim, o yeməğini yesin. Hələ gülün suyunu falan dedim dəyişəcəm. Onu keçməmiş dedim tez qoyum yeməyə, asın yemək pişsin. Daha sonra keçib gülləri rahatlayacağım. Günortanı kartuşka qızartması ilə yola verək. Axşama da qaynanam borş pişirmək istəyir. Deyir, sezonun sonudur artıq. Yəni üzü istilərə doğru gedir də. Sonuncu belə deyim, borşumuzu pişirsin. Belə doğradım, bir qoyun bunlar pişsin. Yeməyimiz hazır oldu. Pişirdim. Mehrin də gəlsin, otursun, yeməyimizi yeyək. Biraz yandırmışam, amma belə mən sevirəm. Yanmış, yəni bu formada qızarmış şəkildə sevirəm. Bilmirəm niyə, tavaya çox yapışdı. Mayonez falan tökmüşəm. Güllərimi təmizlədim, çıxartdım cığalasından. Deməli, baxıram, çiçəklər qəşəng qalıb. Belə çox təzə qalıblar da. Biraz belə tumurcuq kimi olanlar var idi, onlar da açılıbdı. Yəni çiçəklər hamısı qəşəng qalmışdı. Amma bu rozalar biraz belə çox büzüşmüşdü. Mən səhv eləmişəm. Cığalasında saxlamışam da. Biraz belə üst ləçəklərini təmizlədim, səliqəyə saldım. Onu da belə stəkana qoydum. Bunu amma güldana qoydum. Özümə də bir stəkan çay süzdüm. Oturum biraz dincəlim. Paltar yuyan maşında artıq qurtardı. Sonra gedib paltarları sərəcəm. Bugün yəni biraz dincəlmək istəyirəm də, belə deyim. Bu aralar qızlar bir də bu marojna qurusuna dadanmışam. Çox sevirəm. Ondan dedim bir oturum çay içim. Bu arada qarışqalarımız da çıxıb, artıq gəzməyə başlayıblar. Bilmirəm sizdə də çıxıb yoxsa yox, amma bizdə bu il tez çıxıblar. Nəysə belə, biraz dincəlim, daha sonra işlərimə davam eləyəcəm. Bax, bir dənə də başqa tür var. Bax, belə çox istəyirlər. Yerə baxın. Şəriklərdən dolur. Mehrin imtahandan sonra konkret olaraq dincəlir. Rahatlanmısan, Mehrin? Qızlar, çıxdım, paltarları da sərdim, qaraları vurmuşdum. Düşünürəm ki, ağları saxlayım, sabah vurarıq. Amma qaraları yudum, sərdim, artıq bu paltar asılqanımızı da çölə çıxartmışıq. Yayda yəni balkonda istifadə edirik. Belə normalda amma mansarda qoyuruq. Həyətimiz də yaşıllaşıb, əməlli başlı. Çox təəssüf ki, ağacların çiçək açan vaxtı mənim telefonumda problemlər var idi deyə heç yəni bağı çəkib paylaşa bilməmişdim sizlə. Düzdür, bizim il-ildən məhsulumuz lap deyilə çox əslində artmalıdır, daha da azalır. Düzdür, belə ağ gilasımız var, o yetişib, sonra qırmızı gilasımız var. Daha böyük bir dənə qırmızı gilas ağacımız var idi, o qurudu, kəsdik. Yəni alça çox gətirmədi. Yəni hər il gözləyirəm ki, yəni normal qaydada alça falan gələcək, gəlmir, olmur. Ərikdir, az olur. Bilmirəm niyə, bəlkə də çox belə vaxtımız olmur. Yəni həyətlə maraqlanmağa, ona görə az var veribdi. Bir də həyət əməli başda ot basıb. Yəni buraları gətirib otları təmizlətməliyik, amma hələ onları eləməmişik. Bura bizim ümumiyyətlə belə götürəndə deyim, məhəlləmizdir. Bizim küçədə demək olar ki, tam 100%'li yaşayış var. Bu yaxınlarda ümumiyyətlə istəyirik ki, küçəmizə asfalt çəkdirək. Qonşular yığışıb bu işi həll etmək istəyirik. Çünki yolumuz biraz səliqəsizdir. Çox az bir hissəsi səliqəsizdir qızlar. Əsas yola çıxanda amma artıq asfalt düz yoldur. Qapıya qədər, küçəyə qədər də çəksək, lap belə yəni yaxşı olacaq, qəşəng olacaq. Yuduğum paltarları da yığdım, atdım bura. Bəziləri içində ütülənəcəklər var, onları ütüləyəcəm. Qalanları isə
qatlayıb yerbəyer eləyəcəm. Artıq uşaqların yay paltarlarının çıxarılma vaxtıdır. Açığı heç çıxartmağa paltar da yoxdur, çünki sıfırdadılar. Yəni keçən ildən bu ilə heç bir paltar çıxmayıb. Keçən il mən ümumiyyətlə uğura demək olar ki, yay alış-verişi etməmişdim qızlar. Mehrinə 1-2 dənə almışdım. Amma yəni yaxşı çıxmadı da bu sezona, bu ilə mən paltar çıxarda bilmədim. Hələ Uğurun belə 1-2 dəsti var, amma Mehrin ümumiyyətlə yoxdur. Uğurunkilar da çox balaca olur, çünki keçən ona alış-veriş etməmişdim. İndi gözləyirəm, gələn həftə yəqin ki, çıxacam Allah qoysa uşaqlara ev üçün yay alış-verişinə, yay paltarı alış-verişinə. Ümumiyyətlə basmaşkaları da yoxdur, çölə geyməyə də elə də çox paltarları yoxdur. Yəni yay baxımından demək olar ki, sıfırdayıq. Çölə geyməyə də cəmi 1-2 dəst paltarlar var, vəssalam. Yəni paltar sarıdan belə deyim, biraz əziyyət çəkirik. Nəysə, indi bunları da qatlayım, götürüm, yerbəyer eləyim. Sonra düşünürəm ki, paltarları ütüləyərəm. Aşağıda öz şalvarım, bir dənə də köynəyim var. Burada da bir dənə mənim şalvarımdır, bir dənə də yoldaşımın köynəyidir. Düşüb aşağı onları ütüləyəcəm. Qızlar, paltarları da ütülüyüm. Dediyim kimi çox paltar yoxdur. Elə də çox paltarım yoxdur. 1-2 dənə də onları da ütüləyəcəm, tez aradan çıxardacağım. Bu il dekabr ayında özümə söz verdim ki, daha paltarları yığmayacağam. Mən bilirsiniz ki, bir çox vlogumda da demişəm ki, paltar ütüləməkdən zəhləm gedir, heç sevmirəm. Ona görə də paltarları yığırdım qızlar. Yəni hər dəfə paltarları yuyurdum, ütülənəcəklərə ayırırdım. Elə üst-üstə qatlayıb qoyurdum ora, deyirdim vaxt olanda ütüləyərəm. Yəni türklər deməli ərtələyirdim də o işi. Amma indi özümə söz vermişəm ki, yox, ərtələməyəcəm. Bir dənə, 2 dənə də çıxdı mı, o dəqiqə ütüləyib yerinə qoyacağam. Hələ ki, şükür ki, sözümə yəni sadiq qalmışam. Dediyim qayda üzrə gedirəm. Paltar bir dənə də çıxsa, ütüləyib yəni yerinə qoyuram. Təəssüf ki, ütüm masam xarab oldu, amma ki, indi hələ ki düşürtmüşəm belə aşağıda, stolun bir başında bu şəkildə yola verirəm. Yenisini alana qədər belə yola vermək məcburiyyətindəyim. İndi mən bu qalan paltarları da ütülüyüm. Halif dizisinə baxa-baxa ütülüyürəm qızlar. Bu serialdan da əslində xoşum gəlmir. Ümumiyyətlə mən uzun müddət idi ki, heç bir türk serialına baxmırdım. Bilmirəm, siz izləyirsiniz YouTube-da yoxsa izləmirsiniz. Mən Murad Soner deyə bir YouTuber var türklərdə. Onu izləyirəm. O həmişə türk seriallarını tənqid eləməklə məşğuldur da. Yəni ki, bütün gerçəklikləri ilə onları açıb göstərməkdədir və mən demək olar ki, türk seriallarını onun ağzından dinləmişəm. Sadəcə olaraq, yəni uzun müddət idi mən yeni bir türk serialına baxmırdım. Axırıncı səfər 2023-cü ildə, indiyənə qədər yadımdadır, bu Yalı Çapqını deyilən bir serial çıxdı, yəqin ki, bir çoxumuz bilirik. Onu izləyirdim, ona baxırdım. O da ki, cəmi-cümü bircə sezon baxdım. Birinci sezonun, o da yarısına qədər, heç sezon finalına qədər demək olar ki, tam yəni hamısını izləmədim. Sonra nə bilim TikTokda, YouTube'da, xırda-xırda video halında qarşıma çıxırdı və artıq bilirdim ki, söhbət yəni necə cərəyan eləyir də. Yəni əvvəlini izləyəndə adam sonunu da artıq az-çox izləməsə də belə təxmin eləyə bilir də. Yəni baxmırdım. Bu Halif dizisinə gəldim, hardan düşdüm, necə düşdüm. TikTokda çox qarşıma çıxırdı. Kiçik video halında və görürdüm ki, əməl başda türklər 2 yerə bölünüb də. Yəni biri bir qızın tərəfindədir, biri bir qızın tərəfindədir. Hərə bir şey danışır. Nə bilim, maraq düşdü. Başladım baxmağa. Düzdür, yəni serialı qutaracaq qədər çox paltarım yoxdur. Yəni ütülənəcək paltarım yoxdur. Amma qoymuşam elə ona baxa-baxa hamısını ütüləyəcəm. Günü yekunlaşdırmışam qızlar demək olar. Paltarları ütüləyəndən sonra elə də bir iş görmədim. Sadəcə olaraq onları yerləşdirdim. Bir də axşam yeməyimizi yedik. Vəssalam, dediyim kimi bugün iş güc görmədim. Yəni təmizlik falan etmədim. Sadəcə olaraq paltar işlərimi həll etmişəm. Nə bilim, kinoya baxdım. Nə qədər fikirləşsəm də ki, günü özümə ayırım. Amma heç cürə alınmır mütləq şəkildə. Yəni işlər çıxıb, o işləri də yəni görməliyəm, rahatlamalıyam. Yəni bütövlükdə istirahət etmək kimi bir şans olmur da. Yəni qısacası istər-istəməz paltar işini gördüm. Sonra günortaya yemək hazırladım. Ona görə də yəni işim biraz çəkdi. İndi axşam artıq dincəlmək vaxtıdır. Üzümə belə bir maskam var, onu etmək istəyirəm. Mən bu parça maskalardan çox istifadə edirəm. Bunu da mənə bacım almışdı. Hələ ki istifadə etməmişdim, özümdə var idi. Artıq bitibdir, bu sonuncu maskamdır. Bunu da eləyib, ta ki quruyana qədər bu kitabımı oxuyacağam. Kitab çox maraqlı gedir, elə boş vaxt tapdıqca oxuyuram. Amma gün ərzində demək olar ki, çox da vaxtım olmadı, oxuya bilmədim. Nəysə, mən artıq günü yekunlaşdırım və gedim kitabımı oxuyum.